Fit səslənir, Elşən Atakiyev yaxınlaşır, Elşən Atakiyev gəlir, Atakiyev və gol! Hesabı açdı Elşən! Elşən Atakiyev, Elşən keçdi rəqiblərini ötürmə qapı qarşısına, Fatih Əskərzadə! Elşən oynadı Atakiyev, Elşən buraxmadı rəqiblərin heç birini. Sol cəhdə Elşən hücuma qoşulub, Elşən Atakiyev, Atakiyev! Uşaq vaxtı məhəllədə çox futbol oynayırdım, həddindən artıq çox həvəsim var idi. Elə olurdu ki, acırdım, suzluyurdum, ancaq çöldə oynamağa davam edirdim. Çünki evə gedəndə bəzən qoymurdular çölə çıxmağa. Həddindən artıq çox idi həvəsim futbola. Düzdür, 2 dəfə atam mənə güləş idman növünə qoydu. 1 il güləşə getdikdən sonra məktəbimizdə bir futbol komandası yarandı. Elə oldu ki, atama demədən gizlim ora getməyə başladım 1 il. 1 il keçəndən sonra artıq atama deməyə qərarına gəldim. Və qorxduğuma görə müəllimə atamın nömrəsini verib atamla danışmağı istədim və atama razı saldığına görə çox sevindim və elə oldu ki, 2018-ci ildə Neftçinin U10 liqa komandasına gəldim, İslam Kərimova. Mən özüm güləşçi olduğuma görə istəyirdim ki, bu mənim yolumdan geçsin, güləşlə məşğul olsun. Amma belə bir şey yarandı. Mən həm güləşə qoymuşdum, həm də onu futbola qoymuşdum. Neftçidə yarandı bizim ilk tanışdığımız, İslam müəllimlə başladıq. Və mən özüm də o vaxtı Neftçidən güləşmişəm. Bir uzun müddət Neftçidən, yəni nailiyyətlərimiz Neftçidə olub. Və başladı bu Neftçidən. Və oradan futbola davam elədi. Neftçi ilə bir neçə ildir də bu nailiyyətləri, bu məşqləri burada eləyir. Müəllimlərin sayəsində. Mən bura gələndə çox təcrübəli oyunçular var idi. Artıq məndən daha tez gələn oyunçular var idi. Vüsal Kərimov kimi, Nicat Məhrəmov kimi oyunçular var idi ki, artıq burada 2 ildir, 3 ildir oynayırdı. 2 ildir ki, baş məşqçi kimi bizim komandadadır, məşğul olur. Biz onunla belə deyək, həm məşqlərinə, həm oyunlarına, hər bir şeyinə nəzarət edirik. Ondan qabaq 15 liqasında, 16 liqasında Eldəniz müəllimin dönəmdə, ya ondan qabaq İslam müəllimdən hardasa belə deyək də 14-dən, ən dəqiq desəm ki, 14 liqadan oyunlarını izləyirdik. Yəni necə, yəni bacarıq olaraq Azərbaycan futbolunda bildiyiniz kimi sol ayaqlı müdafiəçi ən böyük problemlərindən biridir. Bunun elə uşaq vaxtından elə sol ayaq olmağı, həm o mövqedə daha çox oynamağı üstünlük deməkdir. Gələcəkdə bir siqnallar verirdik ki, yəni həqiqətən necə belə keyfiyyətli uşaqlarımızdan biri də Elşən idi, izləyirdik. Ardıcılıqla yaş qrupunda belə oynaya-oynaya stabil, milli yaş qruplarına çağırırlar. Gəldi hal-hazırdakı 19 liqada belə deyək, komandanın kapitanlarından biridir. Düzdür, çatışmayan cəhətləri də var, üzərində işləməlidir. Biz də əlavə olaraq məşqlərdə onun üzərində işləyirik. Çalışırıq ki, A komandaya qədər İndi bu son dönəmdə 1-2 həftə qabaq zədələri var. Əlbəttə ki, futbolçu bir məşqlə dayanmamalıdır. Əlbəttə ki, daha çox məşqlər etməlidir. Mənə bu yolda kömək olan atamdır. Əlbəttə ki, ilk növbədə mənə dəstək olan, mənə arxamda dayanan atamdır. Hər şeyə kömək edir mənə. Sağ olsun, fərdi məşqlərə də aparır, daha çox mənə kömək olur. Çünki bildiyiniz qədərilə mənim atam da güləş idman növü ilə məşğul olubdur. Mən özüm idmançı olduğum üçün mən də Elşənə düzdür, dəstəyimiz var. Onu yəni yönəldirik çöldə də, evdə də, idmanda da. Və bəzən məşqlər eləyəndə baxırdım ki, məsələn, qıraqdan var. Əsas insanın xarakteridir, o xarakter var. Və müəllimlərin də danışdıran fərdi olaraq görüşürük, söhbətlər edirik. Deyir ki, yəni bunun gələcəyi var. İnşallah yəni bu yaxşı idman eləsə, məşqlərin daimi gəlsə, getsə və əsas məsələdir ki, zədədən uzaq olsun ki, bu davam eləməyə. Birinci fitnesslə bağlı deyə bilərəm, yəni atletik performansını artırmalıdır. Burada yaş önəmi də var, yəni keçid dönəmi olduğuna görə artıq kişiləşməyə doğru gedir. Özü əlavə fitness məşqlərinə yazılıb. Bizim məsləhətimizdən, rəhbərlik məsləhəti ilə. İkinci də ən önəmlisi psixologiya ilə bağlıdır. Çünki bu dönəm 19 dubl keçid dönəmi olduğuna görə yəni ora gedim, gəlim, məni niyə milliyə çağırmadılar, ya çağırdılar, ya niyə az oynadım, niyə çox oynadım. Bu dönəm bütün yaş futbolçuları üçün ən böyük problemlərdən biri psixologiyadır. Onun üzərində daima bizim məşqçilərin üstünə düşür, evdə də valideynlərin üstünə düşür, belə deyək, atanın.
danışırıq, daima kontaktdayıq. Yəni izah veririk. Əgər olur da, yəni 3 düz hərəkəti varsa, biri yanlış olanda çalışırıq ki, o yanlışı düz eləsin ki, itirməyək. Yəni keçdiyi yolu, əziyyət çəkdiyi məşqçilər var bu dönəmə qədər gələn, onların əziyyəti itməsin. İlk növbədə məşqçilərimizə görədir bu bütün nəticələr. Çünki çox gözəl məşqçilərimiz var, təcrübəli məşqçilərimiz var. Eldəniz müəllim, Asif Ramazanov, Samir Zərgərov kimi məşqçilər var Neftin Akademiyasında və sağ olsunlar bizə əlindən gələni eləyirlər ki, daha da güclənək, daha da qabağa gedək və düşünürəm ki, onların sayəsində bugün belə gözəl nəticələrimiz var və düşünürəm ki, bu getdikcə daha da artacaq. Nəinki U17, U19, U16 liqası, bütün yaş qruplarımızda bu proses davam edir və düşünürəm ki, bu belə də davam edəcək. İşlə bağlı düzdür, bütün oyunlara gəlməsəm də, amma çalışdığım qədər oyunlara baxıram və baxmadığım vaxtda Neftçi Canlı TV-də bu mütləq olur ki, mən orada onu izləməliyəm və onun oyundan sonraki məsələləri də evdə oturub ona müzakirə edirik ki, bax, burada belə elədin, ya səhvlərin budur, yəni filan bir şey elə bilərdin, niyə etmədin və biraz da xarakterin olsaydı, biraz işləmək lazımdır. Biraz dözmək lazımdır, daha çox işləmək lazımdır. Bu bizdə mütləq olmalıdır. Evə bax, gedəndən sonra, baxışdan sonra. Yadda qalan bir momentum oldu. Sumqayıt Neftçi oyunuydu, səhv eləmirəmsə, 2018-2019-cu ildə və mən həmin oyun top daşıyan idim. Neftçi 3-2 məğlub oldu təəssüf ki, ancaq həmin oyunda bir yadda qalan moment oldu. Mən Mehdi Cənnətov, səhv eləmirəmsə, qapıcı idi. Mən onun arxasında top daşıyırdım və 90-cı dəqiqədə bir zərbə gəldi Sumqayıtın qapısına və top gəldi, düşdü mənim əlimə və mən də gördüm ki, Mehdi Cənnətov oyunu uzatmaq istəyir və mən topu götürdüm. Mehdi Cənnətov vermək yerinə cərimə zərbəsini qoydum ki, daha tez başlasın. O gündən sonra Forza azarkeşlər mənə çox böyük bir dəstək verdi. Çox gözəl mesajlar yazırdılar mənə ki, sən Neftin gələcəksən, səndən böyük ümid bəsləyirik və mənim üçün çox gözəl an idi o. Keçən sezonda, ondan önəki dönəmdə də 3 nəfər var idi komandada. Bunlar bir-birini çox yaxşı anlayırlar. Elşan Atakişiyev, Nicat Məhərrəmov, Vüsal. Onların elə bir ki, üçlü trio ilə belə deyək, yaxşı mənada. Sol cinahda ideal idi. Yəni biz məhkə olaraq, məsələn, arxada Əmir hücumu başlayır, stoper kimi. Qabaqdakı üçlü yarmayansı rəqib yoxdur da, yəni bir-birini çox... O da uzun müddət bir yerdə 6-7 il oynadığına görə artıq belə deyək də, intensif gözlərlə, baxışlarla bir-birini anlayırlar. İndi bu son dönəmdə, yəni Vüsal əvəziyəcəyə gedib orada oynayır kapitanımız. Artıq deyək, başqa bir uşaqla ya da Nicat olmayanda görürsən ki, qırılmalar olur. O istədiyi o üçlüyü orada yarada bilmirlər. Amma futbolda, yəni ümid edirəm ki, gələcəkdən avaqsa yenə də A komanda qismət olar, üçü oynayar ya belə o rəngarəngliyi hücumlarda görə bilərik. Əmir. Fətiyev. Onun ötürməsi yaxşı alındı. Vüsal, Elşən, Nicat Məhərrəmov ötürmə, yenidən Elşən Atakişiyev cərimə meydançasında. Elşən Atakişiyev gol! Elşən Atakişiyev! Xüsusi səbəbi yoxdur, ancaq mən daha çox topla oynamaq sevdiyimə görə Neymar da çox izləyirdim uşaqlıqda. Ona görə düşündüm ki, 11 nömrəni götürüm. Düzdür, mən U16 liqasına kimi 19 nömrəsilə çıxış etmişəm. U17 liqasına artıq 11 nömrə ilə çıxış etməyə başladım və bu nömrə mənə uğur gətirmiş kimi hiss edirəm. Akademiyadan çıxan oyuncular görəndə çox sevinirəm və mənim üçün bir motivasiya olur bu ki, yəni onlar edibsə, deməli mən də edə bilərəm. Hər şey özündən asılıdır. Düşünürəm ki, özündən daha çox məşq eləməlisən, daha çox əziyyət çəkməlisən ki, Neftin A komandasına düşəsən. A komandaya gedən yol üçün də əziyyətdən keçir. Rahat heç nə yoxdur. Yəni bu Elşən üçün də keçərli, digər futbolçularımız üçün də keçərli. Çox yaxşı qiymətləndirir. Yəni ümidimiz odur. Fikrimiz, işimiz, yəni koordinatorlarımız olsun, məşqçilərimiz olsun. Daima istəyirik ki, bizim uğurumuz nə ola bilər? Akademiyadan istənilən bir futbolçumuz gəlsin A komandada, necə Murad Məmmədovlar, Ağadaşlar,
bunların simasında oyuna çıxsın, A komanda debut eləsin. Bizim üçün uğur ola bilər. Onların da içində Eyşənin şansları var. Prosto yəni deyirəm, bu çətin yoldur. Bu çətin yolda birinci özü öz üzərində mütləq şəkildə daim işləməlidir. Verilən tapşırıqları da yerinə yetirməlidir. Neftçini bir öz ailəmiz kimi hesab edirəm. Çünki buradakı müəllimlərin demək olar ki 30% ilə hamına münasibətimiz var. Sinif yoldaşı, bir məktəb yoldaşı olmuşuq. İdmanda pillələrimiz bir yerdə qalxıb. Mən Güləşdə olsam da onlar futbol ixtisasında olublar. Və mən düşünürəm ki, bu kollektivin içində yəni gələcək nailiyyətlərin yəni göstərə bilər. Çünki fəaliyyət də var, nailiyyət də var. Hər şey maşallah şərait və hər şey var. Görünür ki, şərait yetəri qədər Neftçi şərait yaradır. Məktəb vaxtında gedir. Düşünürəm ki, inşallah yaxşı olacaq. Neftçi ilk növbədə mənim üçün bir ailədir. Mən evdən çıxanda, bu bazaya gələndə öz evimə gəlmiş kimi hiss edirəm. Burada məşqçilər, oyuncular mənim üçün bir ailə üzvüm kimi gəlir. Necə deyərlər, bir sevgi var o da Neftçi.